Pambıq qısqanır. Bu pambığın yoldaşıdır. 4 uşaqları var. Salam izleyici. Pambıq düş kucağımda. Pambıq qısqanır. Düşün, düşün. Bu pambığın həyat yoldaşı. 4 çocuğu. Qoy yesin. Ye. Pambıq qovdu onu. Çox enteresan. Ondan 4 tane çocukları oldu. Bak 4'ü de kaçtı. Harada azdırdı anası. Geldiler. Pambıq. Hara gördüm. Pambıq qovdu. O ikinci məhəlləmdə olur, ona baxırlar. Pambıq qovdu, qısqandı, qucağıma almışdım deyə. Əziz izləyicilər, çox maraqlı. Yəni Allah Taala'nın yaratdığı bu heyvanları, şuursuz heyvanları, bu heyvanları çox sevirəm. Amma şuursuz olmaqlarına baxma, şuurludular deyir. Atlarda, itlərdə olan etibar, atlarda, köpəkdə olan etibar, şuurlu insanda heç belə olmaz. Şuurlu insanda daha çox olar. Atlarda, itlərdə olan etibar, şuurlu insandan daha çox olar. Bəs nədən bunlara şuursuz deyirlər? Sədaqət, etibar, bax bunlarda daha çox olar. Yəni bu heyvandır, istəkli heyvandır. Buralarda təmizlik işi getdi. 2 günlük işlərim qalıbdı. Salam söyləyirəm əziz dostlarım. Salam söyləyirəm dostlarım sizə. Xoş arzu, xoş dilək gəlsin qəlbinizə. Xoş sevişlər gəlsin təmiz qəlbinizə. İlhamın hər zaman sözü bunlardır. Allah ömür versin dostlarım sizə. Hələlik.